Salam, hər vaxt xeyir olsun dəyərli izləyicilər. Bu videoda sizlər üçün 2023-cü ildə birinci qruplar üçün keçirilmiş ikinci qəbul, yəni şans imtahanının riyaziyyat suallarını izah edəcəm. Başlayaq suallara. Demək, A vektoru x01 və B vektoru 0,6y0 vahid vektorlar olarsa, cxy vektorunun uzunluğunu tapın. Birinci növbədə bilməliyik ki, vahid vektor nədir? Vahid vektor uzunluğu 1-ə bərabər olan vektordur. Yəni, vektorun da uzunluğunu tapmaq üçün kök altında komponentlərin kvadratları cəmini tapmalıyıq. Yəni, x kvadrat üstəgəl 0-ın kvadratı üstəgəl 1-in kvadratı bərabərdir 1 olmalıdır. Yəni, bunun vahid vektor olması üçün. İkinci halda da kök altında 0,6-nın kvadratı üstəgəlsin y-in kvadratı üstəgəlsin 0-ın kvadratı. Bu da bizə 1 verməlidir. Birincidə hər iki tərəfi kvadrata yüksəlsək, buradan x kvadrat üstəgəlsin 1 bərabərdir 1, x bərabərdir 0 alarıq. İkincidə də eyni qaydanı tətbiq etsək, y kvadrat üstəgəlsin 0,136 bərabərdir 1, y kvadrat bərabərdir 1-dən 0,136-nı çıxanda 0,164, y bərabərdir müsbət mənfi 0,8. Demək, y müsbət mənfi 0,8, x isə 0 olacaq. C vektorun uzunluğu istəyir, onda C vektorun uzunluğu bərabərdir kök altında C-nin komponentlərinin kvadratları cəmi, yəni x kvadrat üstəgəl y kvadrat. 0-ın kvadratı ilə 0 eləyəcək, y kvadratda müsbət mənfi 0,8-in kvadratı hər iki halda 0,164 eləyəcək. Oradan da kök olaraq 0,8 çıxacaq. Yəni, doğru cavab A variantı olacaq. İkinci sualda deyir, xz müstəvisinə nəzərə P nöqtəsi ilə simmetrik olan nöqtəni tapın. Bildiyimiz kimi, xz müstəvisinə nəzərən dedikdə, x ilə z-in koordinatı olduğu kimi qalır, y koordinatı isə işarəsinin əksinə dəyişir. Yəni, mənfi 3, mənfi 1 olduğu kimi qalacaq, mənfi kökdəki isə müsbət kökdəki olacaq. Onda doğru cavab A variantı olacaq. Demək, xz müstəvisinə nəzərən dedikdə, hansı hərflər verilsə burada, o hərflər öz işarəsini saxlayacaq, yerdə, yəni verilməyən hərf isə işarəsinin əksinə dəyişəcək. Demək, mənfi 3, kökdəki və mənfi 1 doğru cavab olacaq. Üçüncü sualda deyir ki, xaricdən toxunan iki çevrəyə onların toxunma nöqtəsindən keçməyən iki ortaq toxunan çəkilmişdir. Kiçik çevrənin radiusu 6, toxunanlar kəsişmə nöqtəsindən böyük çevrə mərkəzi qədər məsafə 36 olarsa, böyük çevrənin radiusunun kiçik qiyməti tapın. Demək, xaricdən toxunan iki çevrə verib. Ortaq nöqtədən keçməyən toxunanlar bunlardır. Biri budur, biri də budur. Deyir ki, kiçik çevrənin radiusu 6-dır. Radius toxunma nöqtəsinə perpendikulyardır. Bura çəkirəm. Toxunanların kəsişmə nöqtəsindən böyük çevrənin mərkəzinə qədər məsafə 36-dır. Böyük çevrənin mərkəzinə. Bura bütövlükdə 36-dır. Buradan buranı birləşdirsək, bizdən istəyir ki, böyük çevrənin radiusunun kiçik qiyməti. R-in kiçik qiymətini istəyir. Onda oxşarlıq tətbiq etsək, demək, götürürəm buranda R, böyük. Burada 6 olur, burada 6 olur. Bizə, daha doğrusu, buradan bura qədər lazımdır. Kiçik çevrənin mərkəzinə qədər məsafə. Bura olacaq 36 çıxılsın, 6 çıxılsın R, yəni 30 çıxılsın R. Demək, bura oldu, kəsişmə nöqtədən kiçik çevrənin mərkəzinə qədər məsafə 30 çıxılsın R. Çünki bura bir R, bir dənə də burada 6 çatışmır da. Nəyə görə bunu yazdıq? Burada düzbucaqlı üçbucaqların oxşarlığı var ona görə. Burada kiçik düzbucaqlı üçbucaq, böyük düzbucaqlı üçbucağa oxşardır. Kiçik düzbucaqlı üçbucağın radiusunun özünün hipotenuzuna nisbəti, yəni 30 çıxılsın R-ə nisbəti. Bərabərdir böyük düzbucaqlı üçbucağın, yəni radiusunun öz hipotenuzuna nisbəti, 36-ya nisbətinə bərabər. Çarpaz vursaq, R vurulsun 30, eləyəcək 30R. Minus R kvadratı bərabərdir 6 vur 36, yəni 216. Sağ tərəfə atsaq, R kvadratı minus 30R plus 216 bərabərdir 0. Vuranda 216, toplayanda 30 eləyən ədədlər, demək, hasil 216 olsun, toplayanda isə 30 eləsin. Demək, 18 və 12-dir həmin ədədlər. Demək, R1 12, R2 isə 18 ki, hasil 216 cəmi 30 eləyir. Bizə böyük çevrənin
kiçik qiymətini istəyir. Ona görə də doğru cavab 12-ni götürəcəyik. Demək B variantı olacaq. 4-cü suala diqqət edək. Bütün ədəd oxunda azalan fx və artan gx funksiyaları yalnız müsbət qiymətlər alır. Deyir, hx bərabərdir fx plus 1 bölünsün gx funksiyasının verilən qiymətlərindən hansı ən böyükdür? Bura diqqət etsək, demək bütün ədəd oxunda azalan fx-dirsə, demək fx azalandır, gx isə artandır. Gx artandırsa, onda 1 bölünsün gx artıq gx-in böyük qiymətlərində daha kiçik qiymət alacaq. Çünki 1 bölünsün gx tərsidir. Demək bizə ən böyük qiyməti istəyirsə, fx azalan idi. Bizə fx və gx-in, daha doğrusu fx-in x-in böyük qiymətini isə kiçik qiymətlərində daha böyük olacaq. Kiçik qiymətlərində. Çünki x-in kiçik qiymətində fx funksiyası ən böyük qiymət alacaq. Çünki azalandır. Demək, x-in kiçiyində daha böyük qiymət alacaq. Gx də artan olduğuna görə, kəsrin məxrəcində olduğuna görə x-in kiçik qiymətində daha kiçik qiymət alacaq. 1 bölünsün daha kiçik qiymət, bu da bizə böyük qiymət verəcək. Ona görə də bizə x-in daha kiçik qiyməti lazımdır. Burada bizə lazımdır ki, bu ədədlərdən, yəni x-in yerində duran ədədlərdən hansı daha kiçikdir. Demək, bunların sürətlərini eyniləşdirə bilərik. Və yaxud da ki, bəzilərini ataq. Məsələn, sürətləri kiçik lazımsa, sürətlər bərabərdirsə, məxrəci kiçik olan daha böyükdür, A getdi. Sürətlər bərabərdirsə, məxrəci kiçik olan daha böyükdür, B getdi. Gəldi bura, məsələn, 6-da 5 daha böyük ədəddir. Çünki 5-i 6-ya böləndə 1-ə yaxın ədəd edir. Burada daha kiçiklər var, ona görə C də getdi. Qaldıq 7-də 3 ilə 4-də 1 arasında. Bunda sürətini 3-ə tamamlayıram. 3-ə tamamlayanda bu 3 olacaq, bu 12 olacaq. Demək, daha kiçik olan D variantı olacaq. 12-də 3. Bizdən də ən böyük soruşurdu. Biz də araşdırdıq, dedik ki, x-in kiçik qiymətində fx da böyük qiymət alacaq, 1 bölünsün gx da böyük qiymət alacaq. Demək, doğru cavab D variantı olacaq. 5-ci sualda deyir, 3 vurulsun kosinus 4 alfa üstəgəlsin kosinus 2 alfa ifadəsinin hasil şəklində göstərin. Cəmin hasilə çevirməsi düsturunu xatırlayaq. Kosinus alfa üstəgəlsin kosinus beta. Bu bərabərdir 2 kosinus alfa plus beta bölü 2, bir də kosinus alfa minus beta bölü 2. Düsturundan istifadə etməklə biz bu misalı həll edəcəyik. Bu verəcək bizə, demək 2, qarşıda da 3 var idi, olacaq 6. Kosinus cəminin yarısı. 4 alfanın üstünə 2 alfa gələndə 6 alfa, yarısı 3 alfa. Bir də kosinus fərqinin yarısı. 4 alfadan 2 alfa çıxanda 2 alfa, yarısı alfa olacaq. Demək 6 kosinus alfa, kosinus 3 alfa, bir də kosinus alfa. 6 kosinus 3 alfa, kosinus alfa, doğru cavab B variantı olacaq. 6-cı sualda M çoxluğu 60 ədədinin natural bölənləri çoxluğudur. Bu çoxluğun elementlərinin sayını tapın. Demək, M çoxluğu 60-ın natural bölənləri çoxluğudursa, onda 60-ın natural bölənlərin sayını tapmalıyıq. Bunun üçün sadə vüqlarını ayıraq. 15, 3-ə, 5, 5-ə bir dəfə. Yəni 60 bərabərdir. 2-nin kvadratı vur 3, vurulsun 5. Natural bölənlərin sayını tapmaq üçün sadə vüqlarını ayırandan sonra qüvvətlərin üstünə bir gəlirik. Yəni 3. 2-nin üstünə 1 gəldik 3. Yoxdursa 1 sayılır. 1-in üstünə 1 gələndə 2. Bu birisi 1-in üstünə 1 gələndə 2. 3 2-nin 6, 6 2-nin 12. Demək 60-ın natural bölənləri 12 ədəddir. Bu bizdən də elə elementlərin sayını soruşur. Doğru cavab 12 olacaq, B variantı. 7-ci suala diqqət edək. Limit n sonsuzluğa yaxınlaşır. 7n plus 1 vurulsun sinus 1 bölən limitini hesablayın deyir. Bunu görkəmli limitə gətirək. Yəni, limit n sonsuzluğa yaxınlaşır. 7n plus 1 vurulsun sinus 1 böləni. Demək, yazırıq necə? Sinus 1 bölünsün n-i 1 bölünsün n-ə bölürəm. Burada n surətə qalxır. Elə bir ki, n-ə vurmuşam mən bunu. N-ə vurmuşamsa, onda digərində n-ə böləcəm. 7n plus 1 bölünsün n. Yəni, bu n-ləri yox eləmək üçün. Bu bizə görkəmli limit verəcək. 1 bölünsün sonsuzluq, yəni 0 verir. Əslində, düstur bu idi ki, yəni bunu öyrəniblər şagirdlər. Limit n sonsuz, n 0-a yaxınlaşanda sinus n bölünsün n. Bu 1-ə bərabərdir. Və limit x 0-a yaxınlaşanda sinus x bölü x.
1'ə bərabərdir. Burada da sonsuzluq olduğuna görə 1 bölünsün endi. Yəni 1 bölü sonsuzluq da 0 verdiyinə görə, yəni bunda da görkəm limit tətbiq edə bilirik. Bunun limiti 1'ə bərabərdir. Və bunun da tapmaq üçün limitin tapmaq üçün limit n sonsuzluğa yaxınlaşır. Bölmənin paylanma xassəsini tətbiq etsək 7 plus 1 bölünsün n şəklinə sala bilərik bunu. Sonsuzluq 1 bölü sonsuzluq 0 verir. 7 üstə gəl 0. Bunun cavabı 7 eləyəcək Y variantı. 8-ci suala diqqət edək. 8-ci sualda da deyir ifadəsinin qiymətini hesablayın. 3 vurulsun. Bunu 3-cü dərəcənin kök altında düzgün omenə gətirsək 27-də 54 mənfi 64 eləyəcək. Üstə gəlsin 4 vurulsun. 5-ci dərəcədən 32-də 1. Diqqət etsək görərik ki, kök altından, yəni köklər, ədədlər çıxa bilir çölə. 3 vurulsun. Mənfi 27-də 64, mənfi 3-də 4-ün kubu olduğuna görə mənfi 3-də 4 çıxacaq. Üstə gəlsin 4 vurulsun. 32-də 1 də 2-də 1 üstü 5 olduğuna görə 2-də 1 çıxacaq. Burada ixtisarlar etsək mənfi 4 üstə gəlsin. 4-lə də 2 gedər. 2 bu da bizə mənfi 2 doğru cavabını verər. D variantı olar. 9-cu suala diqqət edirik. Sinus 4x bərabər kökdə 3 kosinus 2x tənliyini həll edin. Sinus 4x'i sinus 2 alfanın düsturu kimi atsaq 2 sinus 2x kosinus 2x bizə verəcək. Bunu da sol tərəfə keçirdirəm. Burada əziz şagirdlər diqqətli olmalısınız. Yəni kosinus 2x'ləri ixtisar etmək olmaz. Kosinus 2x bərabərdir 0. Yəni keçib bir tərəfə mötərizə xaricinə çıxarmaq lazımdır. 2 sinus 2x çıxılsın kökdə 3 bərabərdir 0. Buradan kosinus 2x bərabərdir 0. Yəni 2x bərabərdir 0 alır. Pi bölü 2 plus pk da xüsusi haldır. X bərabərdir pi bölünsün 4 plus pk bölünsün 2. Bu bir həlli. İkinci əldə də 2 sinus 2x kökdə 3'ə bərabərdir. Sinus 2x bərabər olacaq. Kökdə 3 bölünsün 2. 2x bərabərdir. Kökdə 3 bölü 2'nin də mənfi 1 üstü k 60 dərəcədə alır. Yəni pi bölünsün 3 plus pk. Və 2'yə də bölsək mənfi 1 üstü k pi bölünsün 6 plus pk böl 2. Demək pi böl 4 plus pk böl 2 mənfi 1 üstü k pi böl 6 plus pk böl 2 doğru cavab B variantı olacaq. 10-cu suala diqqət edirik. 10-cu sualda diqqət edək. Loqaritma 14 əsasdan 98 və loqaritma 14 əsasdan 2 surətdə verilib. Buna diqqət etsək, birinə A, birinə B kimi baxsaq, A kvadratı çıx 6AB, çıx B kvadratı 7B kvadratı alınır. Bunu vurğulara ayıra bilərik. Vurğuları ayırsaq, yəni bir AB kimi baxsaq, demək hasili mənfi 7, cəmi mənfi 6, müsbət 6 eləyən ədədlər 7 ilə mənfi 1 olacaq. 7 ilə mənfi 1 olacaqsa, onda biz bunu demək loqaritma 14 əsasdan 98 minus 7 loqaritma 14 əsasdan 2 və dedik 7 ilə mənfi 1 olacaq. Loqaritma 14 əsasdan 98 plus loqaritma 14 əsasdan 2 kimi vurğulara ayıra bilərik. Yəni bunu parçalama üsulu ilə də vurğulara ayıra bilərdik. Demək biz buna birinə A, birinə B kimi baxdıq. A kvadrat çıx 6AB çıx 7B kvadratı və buna köklərin 7 ilə mənfi 1 tapdıq və minus 7 loqaritma 14 əsasdan 2 və loqaritma 14 əsasdan 2 aldıq. Məxrəcdə də olduğu kimi yazsaq məxrəci 14 əsasdan 98 çıxılsın 7 loqaritma 14 əsasdan 2. Buradan bunlar gedəcək, qalacaq bu. Bunlar da diqqət etsək görərik ki, vurulur bunlar. Əsaslar eynidir, üstlərdə, ortada da toplama var. Demək, loqaritma 14 əsasdan bu da 196 eləyəcək. 196 14'ün kvadratı olduğuna görə cavab 2'yə bərabər olacaq, yəni A variantı. 11-ci suala diqqət edək. 11-ci sualda deyir ki, rombun diaqonallarının kəsişmə nöqtəsindən rombun tərəfinə çəkilmiş perpendikulyar həmin tərəfi 4-5 nisbətində bölür. Rombun kiçik diaqonalı 36/5 olarsa, onun böyük diaqonalını tapın. Demək, romb qeyd edək. Rombun demək diaqonallarının kəsişmə nöqtəsindən. Diaqonallar bilirik ki, perpendikulyardır rombda. Tərəfə endirilmiş perpendikulyar deyir, tərəfi 4-5 nisbətində bölür. Onda kiçik diaqonal bunu qəbul etmişsə, bura 4 olacaq, bura 5. Yəni 4K, 5K götürək. Kiçik diaqonal 36/5 isə diaqonallar kəsişmə nöqtəsində yarı bölündüyünə görə 18/5 düşəcək bura.
Burada 18 köşte 5. Burada 4-5 nisbətən ona görə biz 5-4 yazdıq ki, burada rommun böyük diagonal biz bu qəbul eləmişik. Böyüyün proyeksiyası daha böyük olacaq ona görə. 5-4 yazmalıyıq. 4-5 yazsaq doğru olmaz. Yəni burada yazarıq. Katetin kvadratı bərabərdir. Düsturdan istifadə edirik. 18 köşte 5'in kvadratı bərabərdir. Özünün hipotenuz üzərinə düşən proyeksiyası, yəni 4K. Bir də vurulsun bütöv hipotenuzun uzunluğu 9K. Bu da bizə verər 18'in kvadratı, yəni 18 vur 18. Bir də köşte 5'in kvadratı 5 eləyər. 4K vur 9K kimi saxlasaq. 18'dən 9 çıxsar gedər 2 qalar. 2 vur 18. 36. 36 ilə də 4 ixtisar gedər 9 qalar. Yəni 9 5'in 45 bərabərdir K kvadratı. 45 demək K kvadratı 45 olacaq. K isə 9 vur 5, yəni 3 köşdə 5 olacaq. Bizdən digər böyük diagonal istəyir. X qəbul edək diagonalı. X2. Eyni düsturu burada da tətbiq etsək, yəni x kvadratı bərabərdir. Bu dəfə 5K vurulsun 9K olacaq. Onda 45K kvadrat olacaq. K kvadratda 45 olduğuna görə 45 vur 45 olacaq. Onda x-yə 45 çıxacaq kök. X 45 olandan sonra 45 ümumilikdə 90 verəcək C variantı. Növbəti 12-ci suala diqqət edirik. 10x kvadratı üstə gəlinsin, x, y çıxılsın, 3y kvadrat bərabərdir 19 bərabərliyini ödəyən x və y natural ədədlərinin hasilini tapın. Burada demək bunu vurğularına ayırsaq, 10x kvadratı üstə gəlir, x, y çıxır, 3y kvadratın vurğuları ayırsaq, parçalama üsulundan istifadə edək. Necə parçalayarıq bunu? Demək, bunu parçalamaq üçün demək, nə edirik? Onu vururuq -3'ə, eləyir -30. Cəmi də 1 eləsin. Hasil -30, cəm 1 eləsin. Bu da 6 və 5 kimi. Demək, 6 və -5. Demək, biz ortada olan x, y 6 və -5 kimi parçalamalıyıq. Yəni necə? 10x kvadratı üstə gəlsin 6xy, çıxılsın 5xy, çıxılsın 3y kvadratı bərabərdir 19 kimi. Burada 10x kvadratı üstə gəl 6xy bir qruplaşdırıq. Yəni buradan 2x'i çıxardırıq mötərizə xaricinə. Qalır yerdə 5x plus 3y. Çıxılsın. Buradan da y mötərizə xaricinə çıxarıq. Qalır 5x üstə gəlsin 3y bərabərdir 19. Təzədən 5x üstə gəl 3y-ləri eyni olduğuna görə 5x üstə gəl 3y, bir də 2x minus y qalacaq. Bərabərdir 19. Burada natural ədədlərdən danışdığına görə 5x üstə gəl 3y natural olacaq. Çünki natural ədədlərin hasili və cəmi natural eləyəcək. Demək, bu da natural olmalıdır. 2x minus y də natural olmalıdır. 19 da 1 ilə 19'un hasili olduğuna görə biz böyüyü böyük natural ədədə, kiçiyi də fərqi də kiçik natural ədədə bərabər eləyəcəyik. Yəni 5x üstə gəl 3y 19, 2x minus y isə 1'ə bərabər edib tənliklər sistemini həll etməklə x, y natural ədədlərini tapmış olacaq. İkincinin hər birini 3'ə vururam. Olacaq 6x minus 3y bərabərdir 3. Və birinci ilə tərəf-tərəfə toplayıram. 3y-lər gedəcək. 5x'in üstünə 6x gələndə 11x bərabərdir. 19'un da üstünə 3 gələndə 22. Buradan x olacaq 2. X-i 2 tabandan sonra gətir burada yerinə yazıram. Məsələn 2x minus y bərabərdir 1-də. 2 vur 2 4 eləyəcək. 4'dən y çıxanda 1 eləyirsə demək y-də 3 imiş. x2 y3. Bizdən hasilini soruşur. O da 6 verəcək. Növbəti 13-cü suala diqqət edirik. Ayın ədədi silsiləsində A4 3 olarsa silsilə fərqinin hansı qiymətində A2 vur A5 hasilinin ən böyük qiymət alar? Silsilə fərqinin hansı qiymətində? Bizdən D-nin hansı qiymətində hasil ən böyük qiymət alar? Biz A2 vurulsun A5'in hər birini A4'ə gətirək. A2'nin yerinə A4 çıxılsın D, 2D daha doğrusu. A5'in yerinə isə A4 üstə gəlsin D yazsaq. A4 üstə gəlsin D yazsaq. Onda biz bunların hasilində A4'ü də nəzərə alaq. A4 düşdü. Yəni 3 minus 2D və 3 plus D-ni biz açsaq, vurub açsaq. 9 plus 3D minus 6D minus 2D kvadratı. Bu da bərabərdir -2D kvadratı
3D-dən 6D-yə çıxanda -3D və plus 9. Bu da bir kvadratik ifadə alındı. Deyir, hansı qiymətində ən böyük qiymət olar? Yəni, biz bilirdik, düstur bilirdik ki, ax kvadratı plus bx plus c-də əgər a sıfırdan kiçik olarsa, qollar aşağı olurdu. Ən böyük qiymət aldığı, nə vaxt aldığını soruşanda m-in düsturundan istifadə edirdik. -b bölünsün 2a. Yenə eyni düsturdan istifadə edirik. -b, yəni müsbət 3 bölünsün 2a. O da -4. Demək, -4-də 3 qiymətində ən böyük qiymətini alacaq. Demək, m-in düsturundan istifadə etdik. -b bölünsün 2a. O da -b 3, müsbət 3 eləyəcək. Bölünsün 2a. A da -2 idi, eləcə -4. -4 yəni. Növbəti 14-cü suala diqqət edirik. Bərabərsizliyinin tam həlləri cəmini tapın. Demək, bu bərabərsizliyi həll etmək üçün hər birinin ayrı-ayrıqda sıfıra bərabər edəcək, surətdəkiləri və məxrəzi hamısını. Sərhəd nöqtələrini müəyyən etmək üçün. Surətinə diqqət etsək, bunun diskriminantı mənfidir. Diskriminantı mənfi olmağı bu kvadratik ifadənin həmişə müsbət qiymət almağı deməkdir. Demək, bu ifadə həmişə təyin olunub və həmişə müsbət qiymət alınıb. Demək, bizə məxrəzdəki ifadə lazımdır. Məxrəz sıfıra bərabər olmadığına görə x plus 3-ün kvadratı vurulsun x, vurulsun x minus 5 kiçikdir 0 götürüb biz bu bərabərsizliyi həll edəcəyik. Ayrı-ayrıqda sıfıra bərabər etməklə sərhəd nöqtələrini tapa bilərik. 0 və müsbət 5 olar. Və ədəd oxunda qeyd eləsək, -3, 0 və 5-ə. Müsbət. Burada diqqət etsək, x plus 3-ün kvadratı, yəni qüvvəti cüt dərəcədəndir. Cüt dərəcədən olanda sağı ilə solunun işarəsi eyni olur. Yəni müsbət, mənfi, müsbət və müsbət kimi qeyd edəcəyik. Bizdən soruşur burada mənfiləri, yəni kiçik olanları. Deyəcək 0-5 aralığı. Bizdən soruşur ki, tam həllərinin cəmi. 0-5 aralığında olan tam həllərin cəmi 1-dir, 2-dir, 3-dür və 4-dür. Bunların cəmi eləyəcək 10. Yəni, doğru cavab Y variantı olacaq. 15-ci suala diqqət edirik. Tənliyinin kökləri cəmini tapın. Tənliyin 0 olması üçün vurğulardan heç olmasa biri 0 olmalıdır. Yəni 121 minus x kvadratını da ayrıca 0-a bərabər x bərabərdir müsbət 11 və -11 alacağıq. Amma aldığımız hər kökün altı mənasız etməməlidir. 11 mənasız etdiyinə görə 5-11 mənfi alındığına görə bu kənar kökdür, bunu götürməyəcəyik. Buradan bir -11 aldıq. İndi digər tərəfdən də ikinci vuruq 0 olmalıdır. 5 minus x bərabər 0 olan halda da doğru olacaq. Buradan da x-in 5 olduğunu alırıq. -11 və 5. Bunların cəmi istəyir. -11-in üstünə 5 gələndə bu da -6 A variantını verəcək. 16-cı suala diqqət edin. Düz xəttdən 3 cm məsafədə yerləşən nöqtədən, demək, düz xətt 3 cm məsafədə yerləşən nöqtədən bu düz xəttdə uzunluqları 5 olan 2 mail çəkilmişdir. Bu düz xəttdə 2 mail bir düz xətti çəkiləcək, demək biri sağa çəkiləcək, biri sola, yoxsa üst-üstə düşəcək. Maillərin oturacaqlar arasında məsafəni soruş. Buradan bura qədər məsafəni istəyirəm. Pifaqor teoreminə görə 5, 3, burada 4-dür, burada 4-dür. Onda 4 + 4, 8 olacaq. Yəni doğru cavab A variantı. 17-ci sualda kompleks müstəvidə Z1 bərabərdir 1 plus köklü 3 və Z2 bərabərdir -5 plus 5 ədədlərinə uyğun nöqtələr A və B-dir. A və B-nin kiçik qiymətini tapın. Demək, bilirik ki, düzbucaqlı koordinat sistemində həqiqi hissə x oxunu bildirir, x oxun üzərində, xəyali hissə isə y oxu üzərində göstərilir. 1 plus köklü 3, yəni o deməkdir ki, x-in biri, y-in köklü 3-ü, nöqtə düşəcək bura A nöqtəsi. Və Z2 də -5, 5. X-in -5-i, y-in müsbət 5-i. Bu da təxminən bura düşəcək. Bu da B nöqtəsi. O da koordinat başlanğıcıdır. Bizə deyir ki, A və B-nin kiçik qiymətini. Demək, biz A və B bucağını quraq. Onda biz burada diqqət etsək, -5, 5 isə burada bir kvadrat yaranır. Buna diqqət edək. Çünki bu katet bu tərəfdə 5-dir. Bu tərəfdə hündürlüyü də 5-dir. Uzunu eyni olduğuna görə bu kvadratdır. Və burada 45 dərəcə alınır. Ortada da 45 dərəcə var. Bizə bura lazımdır indi. Bura 1-dir, bura köklü 3-dür. Onda bunun hündürlüyü, yəni buradan məsafə köklü 3 olacaq. Buradan bura qədər 1 vaid olduğuna görə
Qarşı katetin bitişik katede tangens alfanı verir. Tangens köklüsü 60 dərəcədə alır. Bura 60 dərəcə. Bizə bura yox. Bura lazımdır. Bura 30 dərəcə olacaq. 30 və 45 A və B bucağını verəcək. Kiçik bucağını özdə verəcək. 30 və 45-in cəmi, yəni 75 dərəcə C variantı olacaq. Növbəti 18-ci sual. Demək, diaqramda iki torbada olan kürəciklər haqqında məlumat verilmişdir. Birinci torbadan təsadüfən 5 kürəcik götürülüb, ikinci torbaya qoyuldu. Bundan sonra hər iki torbadan təsadüfən çıxarılan bir kürəcin sarı olma hadisəsinin ehtimalları bərabər olsa, birinci torbadan götürmüş 5 kürəcikdən neçəsinin qırmızı kürəcik olduğunu tapın. Demək, birinci torbada qara olan şəklin qarası qırmızını bildirir, daha doğrusu sarını bildirir, xətti isə qırmızını bildirir. Demək, birinci torbada qırmızı və sarı. Qırmızı 8 ədəd, sarı isə 7 ədəddir. İkinci torbada qırmızı 4 ədəd, sarı isə 11 ədəddir. Əgər birinci torbadan 5 kürəcik götürülürsə, ikinci torbaya qoyulursa, onda ikinci torbadakı kürəciklərin sayı olacaq. Buradan 5 kürəcik çıxarılır, bura əlavə olunur. İkinci torbada kürəciklərin sayı olacaq 20 ədəd. Birinci torbada kürəciklərin sayısı 10 ədəd qalacaq. Və sarı kürəciklərin sayı bir bərabər olur. Sarı olması hadisəsi ehtimalları bərabər olur. İndi fərz edirəm ki, birinci kürəcikdən x dənə sarı götürülmüşdür, ikinciyə qoyulmuşdur. İkinciyə x dənə sarı gəlmişdir. Demək, birincidən x dənə sarı, o 5 dənənin x dənəsi sarıdır. Onda 10 dənə kürəcik qalacaqsa, x dənə sarı götürülmüşdürsə, onda 7 minus x dənə sarı qalacaq birincidə. Əgər ikinciyə x dənə sarı gəlmişdirsə, ikincidəki sarıların sayı 11 plus x dənə olacaq. Görün, aydındır ya yox. Demək, burada birincidən 5 dənə kürəcik çıxdı. Ümumi say azaldı, 10 dənə oldu. İkinciyə əlavə olundu, 20 dənə oldu. Birincidən fərz elədim ki, x dənə sarı gəlmişdi. 7 dənə sarı var idi, x dənəsi gelibsə, qalıb 7 minus x dənə. İkinciyə x dənə sarı əlavə olunursa, 11 dənə isə 11 plus x dənə. Çarpaz vursaq, 20 vurulsun 7, 140, çıxılsın 20x, bərabərdir 11 vurulsun 110, üstəgəl 10x. X-ları bir tərəfə geçsək, 20x-in üstünə 10x gəldi. 30x bərabərdir 140-dan 110 çıxanda, bu da 30 eləyəcək, x bərabər olacaq 1-ə. Demək, bizdən soruşur ki, 5 kürəcik neçəsinin qırmızı kürəcik olduğunu tapın. Qırmızı kürəcik olduğunu istəyirsə, 5 dənə idi, bir dənəsi sarı idisə, demək 4 dənəsi qırmızı olacaq, C variantı. Növbəti suala diqqət edirik, 19-cu sual. Bizə deyir, integralını hesablayın. İntegral mənfi pi bölü 2-dən müsbət pi bölü 2-yə. Burada diqqət etsək, 1 plus kosinus 2x bölü 2, yəni 2-də 1 vurulsun 1 plus kosinus 2x, bu bir düsturdur. Bu kosinus kvadratı x-in açılışıdır. Kosinus kvadratı x dx. Bizə bilirik ki, kök altında kosinus kvadratı x-dən modulda kosinus x çıxır. Yəni mənfi pi bölü 2 pi bölü 2, modulda kosinus x dx. Mənfi pi bölü 2 pi bölü 2 aralığı, demək, mənfi pi bölü 2 pi bölü 2 aralığı birinci və dördüncü rüblərə düşdüyünə görə, kosinus həmin rüblərdə müsbət qiymət aldığına görə elə olduğu kimi çıxacaq, kosinus x kimi. Və integralını da tapsaq, kosinus integralı sinus x eləyir, mənfi pi bölü 2-dən müsbət pi bölü 2-yə. Bu da bərabərdir. Yuxarı sərhədi birinci yazıyıq, sinus 90-da 1, sonra çıxılsın aşağı sərhəd. Sinus mənfi 90-da mənfi 1 alacaq, onda müsbət 2 doğru cavab Y variantı olacaq. 20-ci suala diqqət edirik. A-nın hansı ən kiçik tam qiymətində tənliklər sisteminin həlli üçün x böyükdür 0, y böyükdür 0 şərtləri ödənir. Buradan diqqət etsək, tərəf-tərəfə toplasaq y-lər gedər. 2x bərabərdir 3a minus 4, x bərabərdir 3a minus 4 bölünsün 2 alarıq. Və aparıb yerinə yazsaq, y bərabərdir 2a minus 8 çıxılsın x. X-in də qiymətinə 3a minus 4 bölünsün 2-ni yazsaq və bunu ortaq məxrəcə gətirsək, 2-də
4A minus 16. Mənfi də təsir etsə çıxılsın 3A plus 4. Buradan y-in də A minus 12 bölünsün 2 olduğunu alarıq. Və x böyükdür 0, y böyükdür 0 şərtləri ödənir deyir. Demək, həm bu 0-dan böyükdür, həm də bu 0-dan böyükdür. Bunun 0-dan böyük olması üçün 3A böyükdür 4 olmalıdır. A böyükdür 3-də 4. Yəni 1,3-dən böyük olmalıdır. Bunun ödənməsi üçün isə A minus 12 böyükdür 0 olmalıdır. A böyük olmalıdır 12-dən. Bunların ortaq həlli biri 1,3-dən böyük olmalıdır, biri 12-dən böyük olmalıdır. Bunların ikisinin ortağı A böyükdür 12 olmalıdır. Əgər 1,3-dən böyük desək, 2 var, 3 var, 4 var, bu şərti ödəməyəcək. Amma 12-dən böyük həllərsə, həm bunu ödəyəcək, həm bunu ödəyəcək. Ona görə də doğru cavab A böyükdür 12 olacaq. Ən kiçik qiymətini istəyir, onda cavab 13 Y variantı olacaq. Növbəti 21-ci sual. Deyir, ifadəsinin ən kiçik qiymətini tapın. Bu ifadənin ən kiçik qiymətini tapmaq üçün modulun xassəsindən istifadə edək. Kəsir özünün ən kiçik qiymətini almaq üçün məxrəc, demək, belə deyək, 23 çıxılsın bu ifadənin ən kiçik qiyməti alması üçün bu ən böyük qiymət almalıdır. Çıxılan ən böyük olmalıdır. Bunu ən böyük qiymət almaq üçün məxrəc ən kiçik almalıdır. Sürət ən böyük. Modulun xassəsi var ki, modul x plus y kiçik bərabərdir. Modul x üstəgəl modul y-dir. Kiçik bərabərdir. Demək, modul x plus y-in ən kiçik qiyməti, daha doğrusu ən böyük qiyməti modul x üstəgəl modul y-ə bərabər olan haldadır. Bərabər olan haldadırsa, bunun da ən kiçik qiyməti buna bərabər olan haldadır. Bizə elə bunların bərabərlik halı lazımdır ki, bu ifadə ən kiçik qiymət alsın. Onda bu eləcək 23 çıxılsın 5-də 1. 23 çıxılsın 5-də 1. 23 çıx 0,2 eləyəcək 22,8. 22,8 doğru cavab B variantı olacaq. 22-ci suala diqqət edirik. 22-ci sual deyir, tili 4 köşdəki santimetr olan ABCD və ABCD, A1, B1, C1, D1 kubu verilmişdir. CC1 və DB1 düz xətlər arasındakı məsafəni tapın. Demək, bizə bir kub verilib. A, B, C, D. A1, B1, C1, D1. Bizdən demək CC1, yəni bu və DB1 və bu. Bunlar arasındakı bizdən məsafəni istəyir. Bunlar arasındakı məsafə, belə deyək, bunların çarpaz düz xətlərdir. Bunların ən yaxın məsafə ilə mərkəzdən keçdiyinə görə bu, düz mərkəzdən mərkəzə qədər məsafəsi olacaq. Ən yaxın məsafə bu olacaq. Bunun üçün nə edirik? Bunun üçün bu diagonalı çəkirəm buradan. Buradan da bu diagonalı çəkirəm. Bu üç bərabər yanlı üçbucağın hündürlüyünü tapıram. Və bu məsafə ən yaxın məsafə olacaq. Tili 4 köşdəki idisə, onda bura 4 köşdəki olacaq. CD. Bunun yarısı isə yarıya qədər 2 köşdəki olacaq. Pifagor teoremi tətbiq etsəm, 4 köşdəkinin kvadratının üstünə 2 köşdəkinin kvadratını gəlsəm, 32 üstə gəl 8. 40 eləyəcək. Kök altında 40 olacaq. Yəni 2 köşdə 10. Bu tərəf 2 köşdə 10. Eyni qayda ilə bu tərəf də 2 köşdə 10 olacaq. Bu isə A kubu A köşdə 3 düsturu ilə tapılır. Kubun öz diagonalı A köşdə 3. 4 köşdəkini köşdə 3-ə vuranda 4 köşdə 6 olacaq. 4 köşdə 6. Bu mərkəz nöqtə olduğuna görə yarı-yarı bölünəcək. 2 köşdə 6, 2 köşdə 6. Onda bu məsafəyə x desəm, burada bir Pifagor teoremi tətbiq edə bilərik. X kvadratını tapmaq üçün 2 köşdə 10-un kvadratından 2 köşdə 6-nın kvadratını çıxarıq. X kvadratı bərabər olar 40 çıxılsın 24. Bu da bizə 16 verər, x olar 4. Demək, A variantı. 23-cü sual diqqət edirik. N-in hansı ən kiçik natural qiymətində A bərabərdir N faktorial ədədi 340-a qalıqsız bölünər? N faktorial ədədi 340-a qalıqsız bölünər. Bunun üçün nə edirik? 340-ı sadə qruplarına ayırırıq. 2-yə demək 170. Bunu elə 17-yə bölürəm. 10, 2-yə 5, 5-ə 1. Demək, bunun vuruqları, 340-ın vuruqları 2 vur, 2 vur, 5 vur, 17-dir.
Diqqət etsək görərik ki, bunun içərisində 17 vurğu olduğuna görə, demək bu ədədə bölünən ədədin içərisində 17 vurğu olmalıdır. İndi n faktorial bizdən n'in ən kiçik qiymətini istəyir. Biz n faktorial olaraq n'i 17 götürsək, onda n faktorial olacaq 1-dən 17-yə qədər ədədlərin hasili. 1-dən 17-yə qədər ədədlərin hasili olacaqsa, içərisində 5-də olacaq, 2-dən 2-də olacaq. Məsələn, burada 4-də var, məsələn, elə 4 bölünür. Demək, elə doğru cavab n'in 17 olduğu halda olacaq. N'in ən kiçik qiyməti 17 olmalıdır. Çünki 16-ya qədər olsa, 17 vurğu olmayacaq ki, buna qalxısız bölünsün. Demək, n ən azı 17 olmalıdır. 24-cü sual. ABCD bərabər trapesiyasının daxilinə mərkəz O nöqtəsindən çevrə çəkilmişdir. Demək, 24-cü sualın həllini buradan yazıram. ABCD bərabər trapesiyası. Demək, daxilinə mərkəzi O nöqtəsində olan çevrə çəkilmişdir. S ABCD 80'dir. AOB'ni istəyir. AOB. Bizdən bunu istəyir. Demək, trapesiyanın sahəsi oturacaqlar cəminin yarısı ilə hündürlüyün hansına bərabərdir? A plus B bölü 2 vur. H üstünə tanınır. Burada diqqət etsək, H çevrənin diametrinə bərabərdir. Yəni, H-ın yerinə 2 yer yaza bilərik. Demək, S bərabərdir A plus B bölü 2 vur 2 yer. Elə bir ki, sahə A plus B vur elə bərabərdir. Vur elə bərabərdir. Bu da verib bizə sahəni 80 verib. Bu sahəni tapmaq üçün, bu hissənin sahəsini tapmaq üçün, bunu buradan perpendikulyar endirsən, bu çevrənin radiusuna bərabər olacaq. Çünki radius toxunma nöqtəsində toxunana perpendikulyardır. S AOB bərabərdir 2'də 1 AH, yəni 2'də 1 AB vurulsun R. Bizdən bunu istəyir. Biz bilirik ki, dördbucaqlının daxilinə çevrə çəkilərsə, qarşı tərəflərin cəmi bərabərdir. Məsələn, buna x deyirəm. Bərabər yanlı olduğuna 2x bərabərdir A plus B-yə. Demək, 2x bərabərdir A plus B-yə. X A plus B bölü 2-yə bərabərdir. Buradan AB x-dir. Bu A plus B bölü 2-dir. Onda olacaq A plus B bölü 2. Bir dənə 2 burada var. A plus B bölü 4 vur R-dir. Yəni, A plus B vur R bölü 4. A plus B vur R-i 80 tapmışıq burada. 80'i 4'ə böləndə bizə 20 verəcək. Demək, bunun cavabı 20 olacaq. Növbəti 25-ci suala diqqət edirik. Deyir ki, 1 minus 503x bölünsün 502x plus 500x plus 1 bərabərdir mənfi 624 tənliyini həll edin. Buna diqqət edək surətə. Bu, bir kublar fərqinin açılışıdır. Yəni, 1'in kubu çıx 500x'in kubu kimi düşünə bilərik bunu. Və bunu açsaq, 1'in kubu çıxılsın 500x'in kubu kimi düşünsək, 1 minus 500x, 1'in kvadratı üstə gəlsin 500x, üstə gəlsin 500x'in kvadratı. Yəni, 500'ü 2x kimi aça bilərik. Məxrəzdə olduğu kimi yazsaq, 502x üstə gəlir 500x üstə gəlir 1 bərabərdir mənfi 624 alarıq. Buradan bunlar gedir ixtisar. Buradan 1 minus 500x bərabərdir mənfi 624. 500x bərabərdir 625. Bu da 500'ü 4'ə bərabərdir. Yəni, x bərabərdir 4 alarıq. Növbət suala diqqət edirik. Y bərabərdir fx funksiyasının qrafikinə absisi x0 olan nöqtədə çəkilən toxunan OX və OY oxlarını 6, 0 və 0 mənfi nöqtəsində kəsirsə, f'(x0'ı tapın. Bunun törəmənin həndəsi mənasına görə funksiyanın qrafikinə çəkilmiş toxunan bucaq əmsalı, yəni toxunan bucaq əmsalı, həmin nöqtədə törəmənin qiymətinə bərabərdir. Yəni, f'(x0 bərabərdir həmin düz xəttin bucaq əmsalına, k-yə. Əgər k iki nöqtədən keçdiyi məlumdursa, k-nın düsturunu tapa bilərik, düsturuna yaza bilərik. K bərabərdir y2 çıx y1 bölünsün x2 çıx x1 düsturundan tapa bilərik. Bu, x oxun 6 nöqtəsində kəsirsə, onda nöqtələr 6, 0, 1-i, y-i mənfi 3 nöqtədə kəsirsə, 0, mənfi 3. Onda y2 çıx y1, yəni 0 çıxılsın mənfi 3 eləyəcək müsbət 3. x2 çıx x1, 6 çıx 0 eləyəcək 6. Bu da eləyəcək 2-də 1, yəni 0,5. Doğru cavab olacaq. Növbəti 27-ci suala diqqət edirik. Apofemi H olan düzgün tetraeder üçün uyğunluğu müəyyən edin.
Düzgün tetraeder bütün üzləri bərabər tərəfli üçbucaq olan piramidadır. Apofem yan üzün hündürlüyüdür. Yan üzün hündürlüyün bizə indi variantlarda verib. Bizdən tilin və yan səthin sahəsini istəyir. Düzgün tetraeder dedik, bərabər tərəfli üçbucaqlardan ibarətdir üzlər. Onda bunun h ilə a-nın əlaqə düsturunu yazaq. H bərabərdir a köşdə 3 bölü 2 düsturundan. H burada apofemdir. İndi biz buradan h-in yerinə tutaq ki, birincini araşdırırıqsa 2 köşdə 3 yazsaq. 2 köşdə 3 bərabərdir a köşdə 3 bölünsün 2. Köşdə 3'lər gedər. Buradan a bərabərdir 4 alarıq. Yəni 1'ə uyğun olar a. 1'ə uyğundur a. Bir də yan səthin sahəsini də tapaq. Yan səthin sahəsi 3 dənə bərabər tərəfli üçbucağın sahəsidir. Bərabər tərəfli üçbucağın sahəsi a kvadrat köşdə 3 bölü 4'dür. 3 dənə olduğuna görə 3'ə vuracağıq. A-nı biz tapdıq ki 4. 4'ün kvadratı 16. 16 ilə 4 ixtisar gedəcək. 4 qalacaq. 4 üçün 12 köşdə 3 alınacaq. Görürük ki D variantı da uyğundur. Keçdik eyni qaydanı B variantında da tətbiq edirik. Daha doğrusu ikincində 4 köşdəsə yazırıq yerinə. İkincidə demək 4 köşdə 3 bərabərdir. A köşdə 3 bölünsün 2. Köşdə 3'lər gedəcək. A olacaq 8. Tilin uzunluğu 8, yəni 2'yə uyğun olacaq C. Və yan səthin sahəsində də yazsaq, S A bərabərdir. A kvadratı, yəni 8'in kvadratı 64 köşdə 3 bölü 4 vur 3. 64 ilə 4 ixtisar gedəcək 16. 16'ın 3'ə varanda 48 köşdə 3. Həm də Y uyğun olacaq. Üçüncüyə də H 18 köşdə 3'dür. Burada qarışdı. H 18 köşdə 3'dürsə, onda 18 köşdə 3 bərabərdir. A köşdə 3 bölünsün 2. Köşdə 3'lər gedəcək. A olacaq 36. Tilin uzunluğu 36, yəni 3'ə də B uyğun olacaq. Demək, AD, 1AD, 2C, 3B. Növbəti 28-in sual. Deyir, qozun ümumi kütləsinin 20%-ni, fındığın isə ümumi kütləsinin 10%-ni qabıq təşkil edir. 1 kiloqramın qiyməti 8 manat olan 30 kiloqram qoz və 1 kiloqramın qiyməti 9 manat olan 40 kiloqram fındıq alınmış və qabığından ayrılaraq qarışdırılmışdır. Qarışığın 1 kiloqram neçə manata satmaq lazımdır ki, 20% gəlir əldə etmək mümkün olsun. Demək, 1 kiloqramının qiyməti 8 manat olan 30 kiloqram qoz alınıbsa, onda 30 vurulsun 8, bu 240 manat mayasıdır. Maya, qozun mayası. Və kiloqramının qiyməti 9 manat olan 40 kiloqram fındıq alınıb. 9 vurulsun 40, 360 manatda fındığın mayasıdır. Demək, qozla fındığa ümumilikdə 600 manat pul verilib. İndi bu bizə deyir ki, qozun ümumi kütləsinin 20% qabıqdırsa, 30 kiloqram qoz idisə, 30 kiloqramın 80% qalacaq da 20% qabığın atıram. Bu da bizə verir ki, 24 kiloqram qoz. Digərin fındığın isə 10% qabıqdır. Yəni 40 kiloqram fındığın 90% qalacaq. 36 kiloqramda fındıq qalacaq. Demək 24 kiloqram qoz qalıb, təmiz qoz, qabıqsız. 36 kiloqramda fındıq. İndi bu qarışığı deyir, neçə manatdan satmaq lazımdır ki, 20% gəlir əldə olunsun. Demək, 600 manatdırsa, ümumi mayası. 600 manatı 20% gəlirlə satsaq, yəni 120%-in tapsaq, bizə verəcək 6 vurulsun 120. Yəni 720 manata satmalıyıq. Biz də indi 24 kiloqram qozla 36 kiloqram fındığı qarışdırsaq, bu bizə 60 kiloqram verəcək. İndi 60 kiloqramdan biz 720 manat qazanmalıyıq ki, 20% gəlir əldə edək. O da 720-ni böləcəyik 60 kiloqrama. 72-ni 6-ya böləndə 12 manatdan demək bu qarışığın 1 kiloqramını satmalıyıq ki, 20% gəlir əldə edək. Növbəti 29-cu suala baxırıq.
Şəkildəki qab oxları eyni olan iki dairəvi silindirdən ibarətdir. Qabın ümumi hündürlüyü 17-dir. AB 10-dur. AB 10-dursa 5-5 düşəcək. Sonra AC 2-dir. AC 2-dirsə onda kiçiyin radiusu 3 olacaq. Sonra deyir ki, silindir nöqtəsi kvadrat olaraq kiçik silindir nöqtəsi kvadratdır. Onda kvadratdırsa 6-dırsa diametri CD diametri burada 6 olacaq. 17 ümumi idisə 11 olacaq. Qabın həcmini tapın. Onda böyüyün radiusu 5 oldu. Kiçiyin radiusu 3 oldu. Qabın həcmini istəyirsə, demək 29-cu suala diqqət edirik. V bərabərdir silindirlərin həcmləri cəminə. Silindirin həcmi pi böyük R-in kvadratı h, yəni 5-in kvadratı 25, h-da 11. Üstə gəlsin pi kiçik R-in kvadratı 3-ün kvadratı 9, kiçiyin h-da 6. O da bərabərdir 25 vurulsun 11. Demək 250 o da 25, 275 pi üstə gəlsin 9 6-ın 54 pi. O da eləyəcək 329 pi. Qabın ümumi həcm eləyəcək. Elə bizdən də onu soruşur. Və sonuncu 30-cu suala diqqət edirik. 30-cu sualda bizə deyir ki, isbat edin ki, üçbucağın xarici bucağının tənbüləni, yəni bu tənbüləndir, onun tərəfinə paralel olarsa, bunlar paralel olarsa, bu üçbucaq bərabəryanlıdır. Demək, paraleldirsə, daxili 3-cü düz xətlə kəsişəndə daxili çarpaz bucaqlar bərabərdir. Alfadırsa burada alfadır. Alfadırsa burada alfadır. Demək, digər tərəfdən də üçbucağın xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni x ilə alfanın cəmi xarici bucağa bərabərdir. Yəni 2 alfaya bərabərdir. Buradan x-i tapıram ki, 2 alfadan alfa çıxıram, eləyir alfa. Və üçbucağın da 2 bucağı bərabər oldu. Demək, bu üçbucaq bərabəryanlı üçbucaqdır və isbat olundu. Sağ olun dəyərli izləyicilər. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videoda görüşmək ümidi ilə hələlik.